Salam uşaqlar. Bugünkü dərsimiz ədədlərin müqayisəsidir. Böyükdür, kiçikdir, yoxsa bərabərdir? Ədədləri müqayisə eləmək nə deməkdir? Bizə verilən iki ədədin hansının böyük, hansının kiçik olduğunu müəyyən eləmək deməkdir. Məsələn, iki ədəd verilib, 7 və 12. 7 bildiyimiz kimi təbii ki 12-dən kiçikdir və bunu işarələrin köməyi ilə belə yazırıq. 7 kiçikdir 12. 3 əsas müqayisə işarəsi var. Böyükdür, kiçikdir və bərabərdir. Böyük işarəsi, kiçik işarəsi və bərabərdir işarəsi. Məsələn, 15 böyükdür 19-dan. Başqa sözlə 15 böyükdür 9-dan. Digər sözlə 15 9-dan çoxdur. 4 kiçikdir 11-dən. Digər ifadə ilə 4 11-dən azdır. 8 bərabərdir 8-ə. Bunu hər birimiz anlayırıq. Yadda saxlayın ki, ədəd oxunu hər birimiz ibtidai sinifdən tanıyırıq. Yadda saxlayın ki, ədəd oxununda ədədlər soldan sağa getdikcə böyüyür, artır, çoxalır. Sağdan sola gəldikcə isə azalır, kiçilir deyə bilərik. Məsələn, 0-dan baxın 10-a qədər ədəd oxununda ədədlər göstərilir. 0-dan 10-a doğru getdikcə, yəni müsbət tərəfə getdikcə, sağa getdikcə ədədlər artır, böyüyür. 10-dan geriyə, yəni sola doğru gəldikcə isə ədədlər kiçilir. Asan hiylə, yəni bu bir növ bunu ibtidai siniflərdən biz öyrənirik. Necə ki, işarənin açıq tərəfi böyük ədədə baxır. Baxın uşaqlar, bu böyük işarəsi düzdürmü? Böyük işarəsinin açıq tərəfi böyük ədədə baxır. Baxın, açıq tərəf həmişə böyüyə baxır. 8 böyükdür 3-dən necə yazıldı? Bu işarə ağzı 8-ə tərəfdir. İbtidai sinifdə çox vaxtı biz buna, daha doğrusu ibtidai sinif müəllimləri çox vaxtı buna timsahın ağzı ilə müqayisə eləyir. Hər biriniz yəqin ki, yadınızda saxlamısınız və ya xatırlaya bilərsiniz ki, ibtidai sinifdə müəllimlərimiz deyir ki, timsahın ağzı hansı ədədə tərəfdirsə, o ədəd daha böyükdür. Məsələn, 2 kiçikdir 9-da. Baxın, bu işarənin açıq tərəfi nəyə baxır? 9-a baxır. Çünki 9 2-dən böyükdür. Yəni 2 9-dan kiçikdir. Bəs çox rəqəmli ədədlər? Bəs bunları necə müqayisə eləyək? Əvvəl rəqəmlərin sayına baxırıq. Məsələn, 583 və 97. 583 3 rəqəmli ədəddir, 97 isə 2 rəqəmli ədəddir. Təbii ki, 583 97-dən böyükdür. Eyni sayda rəqəm olduqda isə ən soldakı rəqəmləri müqayisə edirik. Məsələn, 472 və 459 hər ikisi 3 rəqəmli ədəddir və 4 bərabərdir 4. Ən birinci həmişə, baxın, yüzlüklər mərtəbəsində duran ədədləri müqayisə edirik. Yüzlüklər bərabərdirsə, keçirik onluqlara. 7 və 5. 7 və 5-i müqayisə edirik. 7 5-dən böyükdür. Deməli, 472 459-dan böyükdür. İndi isə sən həll et. Sənə 3 dənə belə misal qoyuram bura. 16 və 21, 35 və 18, 64 və 64 arasındakı müqayisə işarələrindən hansı haraya yazılacaq? Onu 5 saniyə düşün, həll et. Daha sonra isə cavabları mən göstərəcəm. Bu biraz beyin işlətməyiniz üçündür və kifayət qədər vaxt keçdi. İndi doğru cavablar belədir. 16 21-dən kiçikdir, 35 18-dən böyükdür, 64 64-ə bərabərdir. Əla. Əgər doğru tapmısansa, afərin. İndi sən də 3 dənə nümunə qur və onları müqayisə elə. Əminəm ki, bunu bacarar hər biriniz. Ədədlərin müqayisəsində, yəni biz yekunda nəyi müzakirə elədik bugün? Böyükdür işarəsi, kiçikdir işarəsini tanıdıq. Hansı ədədlər bir-birindən böyükdür, hansı ədədlər bir-birindən kiçikdir, nə vaxt böyük, nə vaxt kiçik, nə vaxt bərabər işarəsi yazılmalıdır, onu öyrəndik və növbəti dərsdə görüşərik.